Salam, necəsən? Mən gəldim. Sənə bugün söhbət edəcəyik. Bu artıq mənim YouTube-a ikinci videomdur. Risk eləyib atıram. Axırı hara gedəcək heç bilmirəm. Amma istəyirəm ki, yenə sənə FaceTime edək. Dünən o qədər coşqulu danışdım ki, bugün gedib alış-veriş elədim. Hətta belə deyim, motivasiya qaynağım anam oldu. Dedi, get alış-veriş elə, biraz moralin yüksəlsin və belə deyim, mağazalarda trenddə nə rənglər var, nə parçalardan istifadə olunur. Bilirsiniz ki, yenə də deyirəm, kirayə libaslar verirəm və bilməliyəm bu sferadan agah olmalıyam ki, xanımlara da uyğun bir libas təklif edə bilim. Həm rəng tonu, həm kəsim, belə bir şeylər. Və getdim, bayağı bir gəzdim mağazaları və düzdür, planımda alış-veriş eləmək yox idi. Sadəcə kosmetika alacaqdım və bayağı da kosmetika almışam bura, sərvət ödədim. Hə, bunu çox bəyəndim və şalvarı da çox qəşəngdir, hə. Düzdür, bu rəngi mənə bir böyük razmer oldu, M yox idi. Hətta S də yox idi, M-dən başlayırdı. Amma orada saççı dedi ki, elde yaxşıdır, cüzi bir fərq var. Məncə də yaxşıdır. Yaxşı ki, bunu götürdüm. Bu çiyin detallarını həmişə mən çox sevirəm. Belə içərdən maçalka kimi qoyulur. O vaxtın qadınlarının vibe'ını verir. Həm də daha şux bir görüntü görsənir. İnsan özündən əmin görsənir. Dünən danışdığımız mövzular. Hə, indi mən bugün sənə nə danışmaq istəyirəm? Biz səndən özgüvən aşılayırıq axı. Sənə istəyirəm ki, motivasiyam belə böyüsün. Girdiyin yerdə hamı sənə çönüb belə baxsın da. Yəni mən sənə bunu aşılamaq istəyirəm. Nə yalan deyim. İstəyirəm ki, o gözəl göyçək qızların arasında sən də ulduz kimi parıldayasan. Və bunun üçün nədən başlayırıq? Dünən bir-iki nöqtəyə toxundum. Əslində, daxili yenilənmədən danışdıq. Bunun ilk qaynağını sənlə güzgüdə özünü incəliyib özündən danışmaq da oldu bu. Əgər baxmamısansa, bir əvvəlki videoma keçib, gecənin yarısı saat 3-də sənin üçün çəkdiyim videonu, yəni, hətta o 3-dəki videonu elə çəkmişəm ki, daxili dünyamda nələr baş verirdi, hətta siz yəni, bilmirsiniz, amma mən bilirəm. Açdım videonu, relax. Dedim ki, mən danışacağım. Mən bugün danışacağım. O gün bugündür, indi bugün də o gündür. Bugün nədən danışırıq? Özgüvənli bir qadın, bir xanım kənardan nə əks elətdirməlidir? Məsələn, qırmızı rəng deyəndə ağla nə gəlir? Qırmızı, özgüvən, rəng qışqırır. Qara rəng deyəndə daha soyuq, daha elegant rəng. Görürsüz, rənglər. Siz öz üzərinizdə görünmək istədiyiniz kimi o rəngləri əks elətdirməlisiniz. Yəni, məsələn, şirinsiz, cicişsiz, pink tonlardan istifadə eləyin, krem tonlardan istifadə eləyin, daha soyuqqanlı, daha auralı, daha dark enerjili görsənmək istəyirsinizsə, feminen belə deyim, bordo rənglərdən, qara rənglərdən istifadə eləməlisiniz. Toxunuram nəyə burada? Bu mövzuda geyimə, eləcə də makyaj tonlarında. Bu, həqiqətən insanın kənardan birinci sənin üçün qoyulan bir obraz biçimidir. Məsələn, sən girdin bordo geyimdə, o tərəfdən də girdi pink geyimdə. Təbii ki, bir insan daha ciddi, daha feminen hansını algılayacaq? Bordo rəngləri, qara tonları öz üzərində əks elətdirəni. Daha ciciş, daha belə cıvıl-cıvıl olan isə pink, krem, belə bu tonlarda giyinmiş şəxs olacaq insanın təsəvvüründəki həmin insan cıvıl-cıvıl insandır. Sən də özünə bir obraz biçirsən. Birinci mövzumuz budur bu günləri. Birinci mövzumuz əslində güzgü ilə danışmaq idi. Olsun ikinci mövzumuz. İkinci mövzumuz özünə obraz biçməyindir. Bunda isə sənə birinci köməklik göstərən daxili enerjindir. Bunu həll elədin. İkinci isə başlayırsan geyimini, tərzini tapmağa. Tərz tapmaq dedikdə nə deyirəm? Təbii ki də Pinterest deyilən bir yer var. Instagram deyilən bir platforma var. Özünü oxşatdığın xanımlara baxırsan. Məsələn, mən özümə kimi oxşadıram daha çox, bunu da açıq-açıq deyim. Türkan Şoraya oxşadıram, Kylie Jenner oxşadıram, nə bilim, bir sürü insan var yəni, özümə daha yaxın bildiyim tip olaraq. Və mən adətən onları kopyalamıram, ha, bu tamam fərqli bir şeydir. Onların tərzini, onlara yaraşan rəng tonunu, onlara yaraşan saç, onlara yaraşan makyaj, bunları analiz edirəm. Və baxıram. Mən hansını eləsəm, mənə daha çox yaraşar. Mən hansı tonu giyinsəm, mənə daha çox yaraşar.
və başlayıram bunları actiona, yəni hərəkətə keçirtməyə, öz üzərimdə eləməyə, tətbiq eləməyə ki, baxım görüm həqiqətən də məndə də o vibe alınırmı və həqiqətən də alınır, inanırsınız. Məsələn, görürsüz, mənim adətən tipajım biraz old qadınların tipajındadır. İstər saçım, istər üz cizgilərim. Yəni mən özümü nə qədər dəyişmək istəsəm də, məndə o vibe var. Mən köhnə xanımlara oxşuram. Biraz köhnə o vaxtın qadınlarını, daha doğrusu belə deyim. O vaxtın qadınlarının vibe məndə olduğu üçün mən adətən sport deyil də klassik geyimlərə üstünlük verirəm. Belə bu tip. Yəni mən xallı da geyinirəm, çox bu kəsim paltarlar da geyinirəm. Mən bilirəm ki, daha çox mənə yaraşan bu libaslardır maalesef. Düzdür, cicili-bicili də geyinmək istəyirəm, amma sanki biraz ruslar demiş, ne seriozlu görsədir. Ne seriozlu oluram. Daha sonra makyaj. Mən əvvəl çox dark makyaj edirdim, sözün açığı. Və mən bilmirəm, fikir verirsiniz ya yox, üz cizgilərim çox sərtdir. Yəni sərt deməyim də, bəlirlidir. Qaşım çox qalındır, qaşım, gözüm, yəni hər şey ortada qışqırır. Və bir düşünün ki, siz bu qışqıran üz cizgilərinə biraz da qışqırdan makyaj edirsiniz də belə. Hə, ona görə mən sizə tövsiyə edirəm ki, məsələn, üz cizgilərinizi tanıdınız. Sizdə daha çox simanızda nəyi vurğulamaq lazımdır, hansı daha biraz sönük qalıb, onu daha çox önə çıxardırsınız. Digəri onsuz da qışqırırsa, onun üstünə biraz da qışqırdacaq şeylər çəkmək lazım deyil. İnanın mənə qıraqdan qəşəng görsənmir. Məsələn, qaşınız yurdsa, bu boyda şeyi sabitləyicini ora çəkib, bura qədər qaş qaldırmağa ehtiyac yoxdur. Vallahi qəşəng görsənmir. Dodağınız, nə bilim, böyükdürsə, məsələn, mən indi məlum məsələ, böyükdür dodağım. Mən bura qədər karandaş çəkə bilmərəm, çünki kənardan qəşəng görünməyəcək. Tonları da adətən elə seçməyə çalışıram ki, makyajımla uyumlu olsun. Hətta geyim tərzimlə də uyumlu olmalıdır. Göz makyajım. Əvvəl mən çox qalın bir liner çəkirdim. Qalın dediyim nəyi nəzərdə tuturam? Baxın, buradan başlayırdım, buradan üstdən belə hop çəkdim, getdi. Pinguvinə oxşuyurdu gözüm, elə pinguinin balaca başına oxşuyurdu. Və zamanla mən özümə baxdım, dedim ki, nə yapıyorsun? Heç qəşəng görsənmir axı bu. Yəni niyə belə bir şey edirsən ki? Daha çox clean girl yox da dark feminine tipdə makyaj tərzinə yönəlməyi seçdim. Çünki mənə elə gəlir ki, mənə o tonlar daha çox yaraşır. Soyuq tonlar, boz, açıq boz, korичневый, qəhvəyi rəng. Korичневый rəng məndə çox yaraşır. Və digər rənglər də əslində yoxlamışam. Şaftalı tonları mənə daha çox yaraşır və sən də təbii ki, özlərinə uyğun makyajı tapıb öz üzərində tətbiq edirsən. Əmin olun ki, bir deyim var. Deyir, nereden, kim dedi? Kitap tutur böyle Instagram. Instagramda görmüşəm mən bunu. Deyir ki, bir insanın həqiqətən də o kombini və makyajı həmin gün bomba olanda insanın özgüvəni də bomba olur. Heç bir şey onların keyfini, xanımların keyfini poza bilmir. Çünki niyə? Bu adam özündən əmindir. Güzgüdə bilir ki, gözəllik qışqırır. Bir gün yox, hər gün gözəl olmağa çalışın. Bilirsiniz bu necə? Bunu dünən sizlə danışdım əslində. Bunu əslində həvəs qırmadan danışırdım. Amma indi bu sferadan deyim ki, nəyi nəzərdə tuturam? Adi bir gündür. Deməyin ki, evdəyimdir. Nə eləyim ki? Eləyin. Bir şey eləyin. Elə. Yəni bir zəhmət. Xanım deyilsən, özünə baxmalısan. Onda sənin kişidən nə fərqin? Üzvü sabunla çıx çölə. Yəni nəsə eləməlisiniz, başa düşürsünüz? Mən demirəm, full make-upla gəzin. Ya nə bilim nə. Mən demirəm, ay evdə şıqır-şıqır giyinin özünüz üçün, asolist kimi evdə o başdan bu başa gəzin. Yox. Adi bir duxu belə sizin enerjinizi o qədər yüksəldəcək ki, özünüz fərqinə varacaqsınız. O duxunu da adi belə şkafın üstündən götürüb belə vurmaq yox. Güzgünün qabağına keçirsiniz. Özünüzü ətirləndirirsiniz, başa düşürsünüz. Özünüzə bir katkıda bulunursunuz. Belə bir yanaşma ilə yanaşmalısınız. Baxırsınız, ləzzət alırsınız ki, mən bugün məsələn özümə bunu elədim. Bu duxunu vurdum və yaxud bu karandaşı buradan çəkdim və onun varlığını öz üzərinizdə hiss eləyəndə həqiqətən öz üstünüzə bir fərqlilik hiss eləyəcəksiniz. Yəni məsələn hər gün dururdunuz kravatdan, gedirdiniz üzünüzü yuyurdunuz, dişinizi yuyurdunuz, günü belə başa vururdunuz. Məsələn deyirəm də, amma bugün indi siz evdəsiniz, bir dənə duxu vurdunuz.
Avtomatik sizin beyninizdə bilirsiniz nə canlanır. Mən gəzəndə ətrafa qoxu saçıram, gözəl bir qoxu saçıram. Və yaxud da bir pomada çəkdiniz. Evdəkilərlə danışanda və yaxud çöldəkilərlə danışanda bugün mən belə bir özüm üçün dodaq boyası kombo elədim və mən fərqli bir şey qatdım özümə. Bugün mən fərqliyəm. Yəni başa düşdünüz yəqin ki, nə demək istədiyimi. O fərqliliyi daima öz üzərinizdə daşıyın. 1-2, 1-2, 1-2, 1-2, bir də görəcəksiniz ki, hamısı sizinki. Vallahi sizinki. Yəni ki, gözəllik İlham Quliyeva deyir. Gözəllik desəm məndə, gözəl dəri desəm məndə, tərbiyəli ailə desəm məndə. Bax, belə bir şey də. Yəni, onu az elədikcə, həqiqətən bu bir də deyim var. Bu həqiqətən deyimdə heç yerdən uydurmuram. 21 gün ərzində bir insan nəyi ki öz üzərində tətbiq edirsə, artıq o onun alışqanlığına olur da, yəni adə olur həmin şeyə. Yəni məsələn 21 gün durub hər səhər tezdən dodağınıza boya çəksəniz, 22-ci gündə siz onun boşluğunu hiss edib narahat olacaqsınız və yenə də 22, 23, 24 belə o şeyi eləməyə başlayacaqsınız. Və düşünün ki, mən sizə deyirəm ki, evdə belə olsanız özünüzə baxın. Və kənardan özgüvənli, kənardan diqqət çəkən demək istəmirəm, amma enerjisi yüksək, aurası ışıl-ışıl, ifil-ifil olan bir şeydən söhbət gedir. Olmaq istəyirsinizsə, birinci daxili dünyadan başlamalısınız. Özünüzü tanımalısınız. Özünüzü tanımaq deyəndə mən demirəm ki, gedin 500 dənə podkast açın, baxın və yaxud da kiminsə həyatını kopyalayın, özünüzü bu formada deyin ki, tanımaq budur da. Yox. Məsələn, mən dünənləri çox keyfsiz idim. Çox həqiqətən və həyatımın dönüm nöqtəsini mən dünən yaşadım. Desəz ki, axı bu belə birdən-birə bilinən şey deyil ki, dönüm nöqtəsi oradan başladı. Mən bilirdim zaten axır əvvəl o nöqtə gəlib çatacaq. Çünki bu birdən-birə olan bir şey deyildi, etap-etap olan bir şey idi və dünən mən həyatdan çox böyük bir zərbə aldım. Həyatdan aldım. Yəni və səhər durdum. Hər insanın toparlanma enerjisi başqadır da. Məsələn, eləsi olur kitab oxuyur, toparlanır. Mən kitab oxuya bilmirəm. Eləsi olur, nə bilim, mahnıya qulaq asır. Mahnı artıq mənə işə yaramır, belə deyim. Və mən də qərara gəldim ki, özümə baxmalıyam. Yəni enerjimi yüksək tutmaq üçün özümə baxmalıyam. Əslində mən sizə onu da demirəm ki, hə, pis oldunuz, gedin alış-veriş eləyin, belə yox. Yenə də deyirəm, hər insan başqa cür toparlanır. Kimisi şəkil çəkir, toparlanır. Kimisi yenə də deyirəm, kitab oxuyur, toparlanır. Yəni bu adamdan adama dəyişir. Mən amma getdim, pulumu partlatdım. Pulumu partlatmağı seçdim. Çünki həqiqətən baxın indi gör necə enerjim yüksəkdir. Mən dünənləri keyfsiz idim, amma bu günləri çox mutluyam. Niyə? Getdim özümə təzə bir geyim aldım. Özümə bir katkıda bulundum. Tərzimi yenilədim. Tərzim düz deyib buydu amma ən azından ona bir şey qatdım. İndi vitrinimə baxanda deməyəcəm ki, bugün nə giyinim. Artıq mən bugün nə giyinəcəyimi bilirəm. Və bir də qəşəng şalvar almışam əslində. O biri otağa qoydum. Qaçdı, indi şalvar moddadır. Getdim ondan aldım. İfil-ifil parıldayır. Belə disko topu kimi. Qəşəng, düzdür, artıq deyil, qədərindədir. Amma mən göy bu arada makyaj eləyə danışacaqdım sizinlə. Eləyə bilmədim. Amma baş verin. İşıqdan qara düşürəm. Amma ki kapkata salmayacağım videonu. Elə necə var, elə də atacağım. Hə, gözəlim, harda qalmışdıq? Danışırdıq özünün enerjisini artırmaqdan. Və bir də enerji artırmaq deyəndə 3-cü müddəamız 3-cü videoda olacaq. Ətrafındakı insanlar, dost tanış buna hər şey aiddir. Özünü xoşbəxt hiss eləmədiyin yerdən qaçmağından danışacağam. Amma ona kimi təbii ki, yenə də deyirəm, əgər sən böyüyüb inkişaf edirsənsə, yaş üstünə yaş gəlirsə, bir rəhbər lazımdır sənin üçün ki, nəyə necə edəcəyini biləsən. Bu rəhbər sənin özünsən, təbii ki, kimsə deyil. Kənardan ola bilər bəzi faktorlar sənə müdaxilə eləsin, amma baxır hansı faktorlar. Əgər səni qısıtlayıb daima əzən biri olacaqsa, sən heç vaxt özgüvənli ola bilmərsən, elə bir mühitdə heç kəs ola bilməz. Amma yox, özünü daima inkişaf edəcək kuruqda olasansa, yəni
ətrafın zəngin düşüncəyə malik bir insanlarla dolu olacaqsa, eləcə də məsələn adi belə videolar, mənim danışdığım videolar kimi videoları izləyib, bəzən həmişə demirəm, həqiqətən faydası toxunur. Adi mən özümün də nə qədər baxırdım, Adil Yıldırım olsun, var ya bəziləri adları yadımda qalmır, B12 problemim var. Adil Yıldırıma daha çox baxıram deyən onun adı yadımda qalırdı. Qalıb. Hə, bu общем, yəni sən də belə özünü nəyi necə eləyəcəyimi bilmirəm deyirsənsə, açar sözlər var. Yaz zaten YouTube-a, Google-a sənin üçün nə boyda dastanlar çıxır, danışırlar, qeyd eləyirlər. Yəni bu formada yolunu aydınlada bilərsən, istədiyin o insanı çevrilə bilərsən deyə düşünürəm. Ki mən elə eləmişəm. Biz səndən dünən danışdıq axı. Mən çox özgüvənsiz insan idim. İki kəlməni yan-yana qoyub güclə danışırdım da. Yəni indi mənə bax, bülbül kimi ötürəm, yəni. Danışmağım dayanmır. Elə gedir, deyirəm ki 10 dəqiqə danışım, videomu paylaşırım, amma görürəm ki yox, ürəyim doludur. Danışmaq istəyirəm səninlə. Niyə də yox ki? Hə. İndi mən Instagramıma makyaj videosu çəkəcəm çox güman. Bunu YouTube-a yüklüyüm. Bu günləri səndən biraz tərzdən, makyajdan danışmaq istədim sözün açığı. Məncə bacardım. Yapdım bu işi. Üçüncü videomda dost çevrən ətrafından danışmaq istəyirəm. Və mən inanıram ki, səni bir yerlərə gətirə biləcəm. Yəni, özünə əmin olasan. Mən indi hissə-hissə danışıram, fragment kimi düşün, amma növbəti videolarda daha dərindən danışacağım. Daha reallığa dayanan məlumatlar verəcəm sənə. Amma indi səni qorxutmaq istəmirəm. Sadəcə düşün ki, bir eskiz çəkirəm sənin üçün, bir binanın sadəcə çertiyojunu çəkirəm. Amma daha sonra o binanın necə bünövrəyə salacağımızı, necə dolduracağımızı, remont eləyəcəyimizi bundan sənə bəhs eləyəcəm ki, artıq bina ortaya çıxanda, gözəl mənzərəyə baxanda deyəsən ki, mən o gözəl mənzərəyə baxmaq üçün bu binanı sıfırdan yaratdım. Buradan bunu elədim, buradan da onu elədim. Artıq sən o binanın hər nöqtəsində əzbər biləcəksən. Burada bina sən olursan. Hə, burası Lori dildə demək istədim ki, başa düşəsən də neyini başqa cür alınmır. Belə, arada alınanda motivasiya videoları izlə. Qısa motivasiya videoları, demirəm otur 200 dəqiqəlik videolara bax, 2 saatlıq videolara bax. Qısa və iş görəndə də dinlə. Sən elə bilirsən dinləmirsən, amma sənin beynin dinləyir. Oradan bir cümlə, bir söz tutur, yaddaşda saxlayır. Beynimiz elə işləyir bizim. Biz sadəcə elə bilirik ki, orada danışırsa biz ona fikir vermirik, amma həqiqətən də subliminal mesajlar deyilən bir şey var, bilirsən də. Hə, beynin onu çox gözəl tutur, çox qəşəng tutur. Ona görə əlimdə işim var, qulaq asa bilmirəm demə, qoş orada danışsın özü üçün, amma yenə də sənin beynin onu zapis eləsin, yəni beyninə yığsın, yaddaşına yığsın. Bu qədər gözəl dostum. Rəhimli kimi dedim, dostum. Hə, bu qədər. Mən yəni artıq düşünürəm ki, deyiləcək şeyləri daxildən xaricə necə vuracağını danışdım. Daxili dünən, xaricidə bugün. Qalan məsələlər növbəti videolarda olacaq. Kanalıma abunə ol, abunə yox ha, abunə ol. Kanalıma abunə ol, izlə, like qoy, şərh yaz və bilin ki, məni izləyib, dinləyib, səsimə səs verən insanlar var. Və mən də daha çox həvəslənəm sənin üçün, sizin üçün gözəl videolar çəkməyə davam edeyim. İndi gedim Instagrama, danışa-danışa video çəkim. Bu arada Instagram adım da fatim.liyevadır. Fatim.liyev. Yazmayacağım, xatam yoxdur. Video necə gəldi, elə yükləyəcəm, getsin. Səmimi ortam olsun istəyirəm. Bu qədər. Özünə gözəl bax. Növbəti videoda görüşənə qədər. Hələlik.